Müğənni Ayan Babakişiyeva illər əvvəl yaşadığı hadisəni bölüşüb. Demokrat Axşamaza istinadən xəbər verir ki, sənətçi Afaqla Onlar proqramında səhhətində yaranan problemə görə ölümlə üz-üzə qaldığını deyib. Hadisə illər əvvəl olub və bunu ancaq ailəm bilir. Tanımadığım bir insan həmin sözü dostuma demişdi. Deyib ki, sənin çalışdığın müğənni yuxumda görürəm, bir həftə ərzində həyatdan yox olacaq. İnanmadım, amma psixoloji beynimə saldım. Evdə idim və qəfildən huşumu itirdim. Ailə həkimi məni özəl klinikaya apardılar. Bütün analizlər yerində idi. Dərdimi tapa bilmirdilər. Biraz müdaxilə edildi və özümə gəldim. 2 gün sonra ürəyim dayandı. 17 saniyəlik kliniki ölüm keçirtdim. Bədənim allergiya oldu. İynələr vurdular. Hətta mağarda danışılmışdı ki, Ayan ölür. Su içirdim, onu belə qaytarırdım. Həmin vaxt ağır dövrlərdən keçirdim. Hə, yox deyə bilmirdim. Səsim öz başımı belə ağrıdırdı. Çətinliklərdən keçirdim. Onlar təsir edirdi. Orqanizm deyirdi ki, dayan, stresə dözə bilmirəm. Mənə Allah ömür versin övladım üçün.